Bu dəfə özbək mətbəxindən danışmayacağam. Çünki bilirəm ki, izləyicilərim də artıq mənim kimi bu mətbəxi kifayət qədər tanıyıb və çox seviblər. Bu dəfə özbəklərin yüksək mədəniyyətindən, onların nə qədər zəhmətkeş və qonaqpərvər bir millət olduğundan danışmaq istəyirəm. Şunu desəm, mən özbək mədəniyyətini nə kitablardan, nə də internetdən yox, məhz Bərəkət ailəsinin sayəsində tanıdım. Onlarla ünsiyyətdə olduqca gördüm ki, bu mətbəxin dadı qədər insanların səmimiyyəti də zəngindir. Halal ruzi və zəhmətlə pul qazanmaq. Buna misal olaraq, məsələn, ustamız hər gün 150 ədəd samsanı yalın əlləri ilə qaynar təndirə, əlləri yana-yana samsaları yapır və bu olduqca zəhmətli bir işdir. Bu və ya digər işlərdə də özlərini zəhmətə verməkdən qorxmurlar və qonaqlara göstərilən hörmət, insanlara olan münasibət və içdən gələn mehribanlıq onların mədəniyyətinin ayrılmaz bir hissəsidir. Bəlkə də buna görə də Bərəkətin süfrəsində təkcə yeməyin deyil, bu gözəl mədəniyyətin də dadını hiss etmək olur. Və düşünürəm ki, bir xalqın ən böyük sərvəti onun mədəniyyəti və insanlarıdır. Özbək xalqını da mənə sevdirən məhz bu oldu.